Hamını salamlayıram, dəyərli kollegalar, dəyərli hocalar. Mən bugün indolent limfomaların diagnostikası və müalicə protokolları haqqında danışmaq istəyirəm. İndolent limfomalar nədir? Birinci ondan başlayaq. İzninizlə mən belə danışmaq istəyirəm. Deməli, indolent limfomalar gizli gedişdir. Adətən tam sağalmayan, yavaş irəliləyən, indolent sözünün mənası yavaş irəliləyən, yavaş-yavaş inkişaf edən deməkdir. Bu non-Hodgkin limfomaların bir tipidir. Folikular limfoma, marginal zon limfoması, kiçik limfositik limfoma və s. aid eləmək olar bura. İndolent limfoma non-Hodgkin limfomaların 35-45%-ni təşkil edir təxminən və folikular limfoma burada ən çox rast gəlinəndir. Biz qərb ölkələrinə doğru baxdığımızda bu folikular limfomanın lehinə artmaqdadır, amma daha çox şərq ölkələrində bu indolent limfomalardan daha çox marginal zon limfoması üstünlük təşkil edir ki, burada məsələn baxsaq, Cənubi Koreyada 21% ən çox olmaqla təşkil edir marginal zon limfoması. Azərbaycanda isə hər il təxminən 100 xəstəyə limfoma diaqnozu qoyulur. Bunun da təxminən 15-20%-i indolent limfomaların payına düşür. Davamında bu şəkili niyə qoydum? Mən diagnostikadan çox danışıb yormaq istəmirəm. Amma hamımız çox gözəl bilir ki, bir yerdə bir şiş toxuması varsa, bir yerdə bir bərk xassəli bir toxuma varsa, bizim qızıl standartımız həmin hissədən o bərk xassəli toxumanı çıxardıb, biopsiya eləyib və oradakı patoloji incələməklə əsas diaqnoza getmək lazımdır. Ona görə də burada da limfa düyünlərinin quruluşunu və görürsünüz ki, əsas bizim xəstəliklərdə əhəmiyyətli olan orqanların sxemi verilib ki, biz bu toxumalardan patoloji incələməklə diaqnoza gedə bilirik. İndolent limfomaların müalicəsində əsas prinsiplərimizdən biri, birinci yerdə əsas önərəcəyimiz şey gözlə və izlə prinsipi. Yəni, türklər bəklə və gör deyir, watch and wait ingilislər deyir. Yəni, gözlə və izlə nədir? Müalicəsiz izləmə. Yəni, tədqiqatlar aparılıb ki, bəzi xəstəliklərdə, seçilmiş xəstələr üzərində tədqiqatlar aparılıb ki, bəzi xəstələrdə müalicə vermədən də ümumi sağ qalmanı artırmaq olar, yaxşılaşdırmaq olar, belə deyək ki, o toksikliyi xəstəyə məruz qoymamaq üçün. İndolent limfomaların son illərdə hansı terapiya, hansı müalicə növləri var? Burada radioterapiya, CD20 monoklonal cisimləri, kemoimmunoterapiya, bu seçimlər var. İndolent limfomalarda bu müalicələrə yaxşı cavab verir, amma təəssüflər olsun ki, tez-tez təkrarlanır, davamlı, uzun ömürlü belə davam edir və buna görə də ilk öncə müalicə seçəndə xəstənin klinik vəziyyəti, xəstənin ehtiyacı mütləq nəzərə alınmalıdır. Burada klinisistin klinik təfəkkürü burada çox önəmlidir, həmçinin də mövcud klinik rəhbərliklər burada bizə istiqamət verə bilər. Folikular limfoma diagnostikasından sonra təsnifatına baxası olsaq, 2022-ci il Ümumi Səhiyyə Təşkilatının, yəni HÖL klassifikasiyasına baxdığımızda, burada 1, 2 və 3A dərəcələri var. Bu klassik folikular limfomadır. Beynəlxalq konsensus təsnifatında 1, 2, 3A və 3B kimi ayırır. Və burada müalicə məsələsi də 1, 2 və 3A bu daha çox indolent limfoma müalicəsi kimi, amma 3B biraz daha çox difuz böyük B hücrəli limfoma müalicəsi kimi gedə bilər. Folikular limfomada non-Hodgkin limfomaların 20%-ni təşkil edir. Azərbaycan üçün də bu belədir, rast gəlmə tezliyi təxminən 15-20%. Patogenez tam məlum olmasa da əsas burada rol oynayır. Təxminən xəstələrin %85-ində, yəni 85%-ində 14-18 translokasiyası var. BCL2 aşırı ekspresiyası var. Bu da anti-apoptotik bir xüsusiyyətə malikdir və ona görə də əsas patogenezdə rol oynayır. Davam etmək istəyirəm. Prognostik indeksləmə üzərində Filipi, bunu hamımız bilirik, Filipi 1 və Filipi 2 var. Filipi 2 rituximab kəşf olunandan sonra, bu müalicədə istifadə olunandan sonra daha çox proqnozlaşdırmağa kömək eləyir, əsas rol oynayır. Filipiyə baxanda, burada görürsünüz, deməli, burada qrafikdə nə göstərilib? PFS-nin bu Filipiyə görə risk qrupları ayrılır. Bu risk qrupların da PFS, yəni progresyonsuz sağ qalımda əsas rol oynadığını görürsünüz burada qrafikdən. Bu kalkuleytdir, yəni internetdə hamımız yazıb onu hesablayırıq, çox rahat olur belə. Ona görə də bunu qoymaq istədim, qoymağa ehtiyac duydum.
Müalicə başlaması üçün əsas kriterlər var, meyarlar var. Bunlar nələrdir? Bunlar GELF kriterləri və yaxud da onun dəyişdirilmiş variantları. Oxumaq istəmirəm, belə qrafikdə var, görürsünüz. Əsas məsələ nədir burada? Burada əsas məsələ aşağı dərəcəli, yəni birinci, ikinci dərəcəli linfomalarda bu kriterlər əsasında biz müalicəyə göstəriş təyin edə bilərik. Bu ümumiləşdirilmiş bir cədvəldir. Bunu bir cədvəl şəklində qoymaq istədim ki, rahat olsun. Yerli xəstəlik, irəliləyən xəstəlik və təkrarlayan xəstəlik olaraq 3 qrupda biz bu müalicədən danışacağıq, müalicəni əl almağa çalışacağıq bu sunum əsnasında. İlkin müalicə məhdud xəstəlik. Məhdud xəstəlikdə yenə də birinci növbədə gözlə və izlə məsələsini diqqətdə saxlamaq lazımdır. Müalicəyə ehtiyac varmı, yoxmu bu GELF kriterlərini təyin edirik. Ondan sonra radyoterapiya var. Radyoterapiya 24 grey. Bu yetərli dozadır. Aşırı artıq istifadə olunması çox da bir fayda sağlamayıb. Çalışmalar bunu göstərir. Və radyoterapiya sistemli terapiyanın əlavə edilməsi PFS-ni yaxşılaşdırır. Biraz sonraki çalışmalardan mən deyəcəm. OSD amma çox təəssüf olsun, çox bir təsir eləmir. Ona görə də burada da göstərib seçilmiş xəstələrdə gözlə və izlə məsələsini birinci diqqətə saxlamaq lazımdır. İrəliləyən xəstəlik, yəni bu progresyon xəstəlik, inkişaf etmiş xəstəlik, daha irəli mərhələ, bunu belə də demək olar. Burada yenə də əgər müalicəyə kritik ehtiyac yoxdursa, mütləq şəkildə gözlə və izləni birinci növbədə, birinci yerdə saxlamaq lazımdır. Sonraki müalicə taktikaları artıq kemoimmunoterapiyadır. Yəni ən çox birinci sıra terapiya kimi seçim budur. Davamında çalışmalarla bu məsələlərə baxaq. FOL 05 çalışması. Bu çalışmada RCVP, RFM və RCHOP müqayisə olunub. Bu müqayisədə nə görürük burada? Burada hər halükarda bu çalışmadan RCHOP-un üstün olduğu, digərlərinin ondan geri qaldığını və bu çalışmaya əsasında irəliləmiş mərhələdə folikular linfomada birinci sırada RCHOP-un seçilməsi daha çox önərilir. Stil-Menoşkin linfoma 1 çalışması, burada bendamustine və rituximab RCHOP-la müqayisəsi bu indolent linfoma və manti hücrəli linfomalar üzərində aparılıb. Buradan da heç də brentuximabın da, bendamustine və rituximabın da geri qalmadığı görülür. Həmçinin də bu Bright çalışmasında da həm CR baxımından, həm də PFS baxımından bu özünü göstərdi, təsdiqlədi. Gallium çalışmasına baxırıq. Gallium çalışması bu bendamustine, CVP və CHOP protokollarına, dərmanlarına rituximabın əlavə olunmasına yerinə obinutuzumab, yəni müqayisə belə aparılmışdır. Obinutuzumabın rituximab üzərindəki bu protokollarla yanaşı olan müqayisəsində baxırıq ki, obinutuzumab əslində burada özünüzdə görürsünüz, PFS-də yaxşılaşma əldə eləyib əhəmiyyətli dərəcədə, amma təəssüflər olsun ki, ciddi infeksiya, ölüm riski, ikincili bədxassəşliklərin əmələ gəlməsinə görə bu çalışmaya əsasən çox da obinutuzumabı üstün hesab eləmək olmaz. Relans çalışması bu lenaldamid və rituximab kombinasiyasının çalışmasıdır ki, burada kemoimmunoterapiya ilə aparılanda 78% cavab nisbəti var, amma PFS-də 3 illik müqayisədə 77%-də lenaldamidlə rituximabda var, təxminən eynidir, ona görə də xəstəni boşuna toksikliyə məruz qoymamaq üçün biz bunu seçə bilərik rahat bir şəkildə. Rituximab monoterapiyası, bu əslində mənim öz subyektiv fikrimdir, mənim şəxsi yanaşmamdır ki, mən buna daha çox üstünlük verərdim, həm toksiklik açısından, həm də xəstələrdə rituximab dövründən sonra ümumiyyətlə təxminən 20 ilə qədər OS olduğu görülüb çalışmalarda da. Monoterapiyadan sonra təbii ki, saxlayıcı terapiya məsələsi var. Düzdür, çalışmalarda bu PFS-ni yaxşılaşdırsa da OS-də çox bir fərq yaratmayıb, amma yenə də təcrübəmizdə də istifadə edirik və rezort çalışmasında rituximabın təkrar istifadəsi monoterapi kimi və rituximabın saxlayıcısına baxdığımızda əslində nəticə yaxşıdır. Düzdür, bənzər təxminən illər eyni olsa da burada bir dənə maliyyət baxımından saxlayıcı biraz geri düşür, çünki maliyyət də önəmlidir hər zaman. Burada bir şəxs təcrübəmi paylaşmaq istəyirəm ki, xəstə görürsünüz, deməli 86 doğumlu bir qadın xəstə, diaqnoz 2020-də qoyulub və burada solda da sizə görə sağda görürsünüz, deməli patoloji incələmə olunub. Bu indolent linfomadır, yəni burada biraz diaqnostik rəsmində çətinlik yaranıb, bir çox patologlarla məsləhət olunduqdan sonra sonda bu cavablar Türkiyəyə gedib və cavab buradan folikular linfoma grade 1 lehinə dəyərləndirilib.
Və monoterapiya rituximabla terapiya başlanılıb, ondan sonra da burada görürsünüz, həftədə bir dəfə olmaqla 4 həftə, 375 mg kvadrat metrinə və sonra rituximab saxlayıcı ilə davam olunub 2 il müddətində 2 ayda bir və bu xəstə 2022-ci ildən bəri remissiyadadır. Nəzərə alsaq ki, bu xəstə 2020-ci ildə diaqnoz qoyulub və hal-hazıra kimi təxminən 4 ilə yaxın bir ümumi sağ qalması vardır. Bunu da paylaşmaq istədim buradan. Burada da görürsünüz PET nəticəsini, öncəki və sonraki. Burada sonunda qeyd eləmək istəyirəm ki, bu xəstədə əslində başda limfoma şübhələnməyib, bağırsaq şişindən şübhələnilib, bağırsaqdan əməliyyat olunub, o əməliyyat olunmuş, çıxarılmış, o rezeksiya olunmuş hissə, kütlə, patostoloji incəlinib və oradan bu diaqnoz qoyulub. Prima çalışmasında RCVP, RCHOP və RFCM qarşılaşdırılıb və buradan çıxan nəticəyə uyğunda baxıb görürsünüz, özünüz də görürsünüz ki, nəticələrdə PFS yaxşılaşması var. Bu nədir? Rituximabın bu protokollardan sonra saxlayıcı aparılması. Burada öz nəticəsini göstərib, PFS-də üstünlük yaradıb əslində. Davamında təkrarlayan xəstəliyə gələk, yəni relaps xəstəlik. Relaps xəstəlik təbii ki, heç bir hematoloq mənim də həmçinin sevmədiyimiz bir xəstə qrupudur. Təəssüflər olsun ki, xəstəyə sonraki mərhələlərdə daha çox toksiklik təbii ki, verəcəyik. Burada amma önəmli məsələlərdən biri, bunun üzərində biraz dayanmaq istəyirəm. Təkrarlayan xəstəlik zamanı təxminən xəstələrin 20%-də folikular limfoma üçün transformasiya baş verə bilir. Yəni difuz böyük B hücrələr keçə bilər. Ona görə də nə eləmək lazımdır? Təkrar biopsiyanı heç vaxt ertələmək lazım deyil. Mütləq təkrar biopsiya olmalıdır. Təkrar biopsiya da incələnməlidir. Bunun üçün də ilk öncə seçimdə biz PET eləyib, PET-də ən optimal hansı limfa düyünü çıxarda bilərik, patostoloji incələmə verə bilərik. Bu daha aydın görülə və bizə istiqamət verə bilər. Təkrarlanan xəstəlikdə yenə də ilk növbədə əgər transformasiya yoxdursa, yenə də gözlə və izlə məsələsi ilk öncə düşünülməlidir və ondan sonra isə palliativ olaraq da ki, düşünürüksə, xəstəyə 4 qri radioterapiya verməklə bunu müalicə edə bilərik. Çox gərək yoxdur başqa üstün verməyə. Və başqa terapiyalara baxdığımızda rituximab monoterapiyası, kemonoterapiya, lenaldamid əsaslı kombinasiya, fosfatidi inazitol 3 kinaz inhibitorları və təbii ki, transplantasiya. Burada məsələ nədir? Burada bu xəstə onsuz da birinci sırada müəyyən qədər dərmanlar alıb, müəyyən qədər toksikliyə məruz qalıb, o xəstəliyin və o müalicənin verdiyi təsirlərdən, toksik təsirlərdən, o yaşadığı çətinliklərdən sonra relaps xəstə üçün mütləq xəstə və xəstə qohumları ilə bu barədə məsləhət eləmək lazımdır. Onların istəyi, buna başlamaq lazımdır ki, bu toksikliyə məruz qalacaqsınız, bu dərman seçimləri olacaq. Həmçində burada bu məsələlər çox önəmlidir. Ona görə xəstəyən danışmaq. Rituximab monoterapiyası şiş yükü aşağı olanlarda təkrar müalicə istifadə oluna bilər ki, burada xəstələrin yarısına cavab verir. Kemonoterapiya amma ilk olaraq daha çox bəyənilən ikinci sıra terapiyada önəmlidir ki, burada daha öncə istifadə edildiyi dərman dozlarını da hesablamaqla biz bu xəstəyə yol verilən həddə toksikliyi məruz qalmamaq üçün yol verilən həddə istifadə edə bilərik dərman müalicəsini. Qadolin çalışması relaps refrakter xəstələrdə bendamustin və obinutuzumab birləşməsi. Tutaq ki, rituximab refrakterdir və rituximabın ixtisara salınması tək bendamustinnənsə, onun yerinə obinutuzumabın əlavə olunması çalışmada göstərir ki, yaxşı PFS verir əslində. Və həmçinin də rituximab və obinutuzumab sonraki aşamada, sonraki mərhələdə müalicədə, saxlayıcıda istifadə oluna bilər. KGB 50401 çalışması, bu tək agent lenaldamidə baxdığımızda müalicə olunan xəstələrdə bu əslində yaxşı nəticələr var, amma bu nəticəni daha da yaxşılaşdırmaq üçün rituximab əlavə edib baxıblar və görüblər ki, əslində 76%-ə qədər ümumi cavab nisbəti var burada və bu proqnozda da çox önəmlidir ki, əgər POD 24-ün altındadırsa, yəni progresyon məsələsi əgər 24 aydan azdırsa, o zaman bu xəstələrə rituximab və lenaldamid kombinasiyasını istifadə eləmək olar, yaxşı nəticə var. Biraz da fosfatidin inazitol 3 kinaz inhibitorlarla danışmaq istəyirəm. Təbii ki, bilmirəm, bizim ölkədə yəqin ki, bunu istifadə edən yoxdur, təcrübəmizdə də olmayıb, amma yenə də ədəbiyyat bilgiləri olaraq paylaşmaq istəyirəm ki, FDA burada onaylayıb 2
müalicədən sonra relaps refrakteri, 2 xəttdən sonra müalicədə relaps refrakteri xəstələr üçün bunları. Burada idaləlisib, kopanlisib, duvelisib, ombralisib bu dərmanlar var. İdaləlisib istifadəsi biraz toksiklik baxımından çox ilk öncə seçilməsi çox da önərilmir. Yəni daha doğrusu məhduddur bunun istifadəsi, pneumonit, transaminit, fürsətçi infeksiyalar açısından çox ciddi toksiklik verir. Ona görə də digərləri, məsələn, kopanlisib ona baxanda daha yaxşı toksiklik profili göstərir. Duvelisib və ombralisib də idaləlisiblə müqayisədə yaxşı toksiklik profilləri var. Amma bununla bağlı çoxlu çalışmalar davam edir. Təbii ki, o çalışmaların nəticələrinə uyğun da bu müalicə seçimləri gələcəkdə yəqin ki, öz yerini, məxsusi yerini alacaqdır, düşünürəm. Epigenetik tənzimləyicilər arasında burada qısa olaraq danışmaq istəyirəm. Tazometostat, yəni EZH mutasiyası varsa, Y-ibrotumab tioksitan monoterapiyası da düzdür, məhdud olsa da bu radioaktiv bir maddə olduğu üçün, çox maliyyətli olduğu üçün məhdud olsa da, amma istifadəsində baxırıq ki, orada 80%-ə qədər bir rəqəm var. Otolog transplantasiya, təbii ki, Burhan Hoca yəqin ki, bundan ətraflı danışacaq. Bunun hələ də yeri var, çox önəmlidir. Amma allogenik transplantasiya çox cavan, gənc xəstələrdə nə qədər yəni, istifadə olunsa da, praktikada, amma çox da ədəbiyyat bilgisi təsdiqləyici bir şey yoxdur. Biz hamımıza çox gözəl biz bilirik ki, yəni limfomada və miyelomada, yəni miyelom xəstəliyində bu allogenik transplantasiya məsələsi hələ də mübahisə məsələsidir ki, burada nə qədər effekt verir, biz nə qədər orada zar-kərar məsələsi var. Ona görə də yenə də ən sonda bunun yeri var ki, başqa müalicələr effekt vermirsə, xəstə gəncdirsə, otolog da effekt verməyibsə, hətta ikincili transplantasiya, yəni 2 dəfə otolog olunubsa və artıq allogenikə müzakirə olunaraq, konsert çağırılaraq qərar verilə bilər. Zuma 5 çalışması, dünənləri Ercüment Hoca bununla danışdı ətraflı şəkildə bu kartisel çalışmasıdır əslində, kartisel müalicəsidir. Bu son illərdə əslində dünyada populyar effektini göstərən önəmli yerə sahibdir. Amma təəssüflər olsun ki, maliyyət baxımından çox ölkələrdə əl çatımlı deyil. Amma burada aksikaptogen silosel var ki, aksisel deyirik biz. Bu CD20 monoklonal antisimləri, antrasiklin etibar edən rejim də daxil olmaqla, yəni əvvəlki 2 xətt müalicəni alıbsa, o zaman relaps refraktor xəstələr üçün istifadə olunanda təxminən 94%-ə qədər, bu çalışmada görürsünüz, 94%-ə qədər ORL var və CR da 79%. 17-15 aylıq median təqibdə də 62% əslində burada davamlı cavab vardır. Bir çox çalışmalar davam edən, lizosel var, tisosel var ki, bunlar da gələcəkdə yəqin ki, ümid edirəm ki, biz də istifadə edəcəyik. Marginal zona limfomasından qısa olaraq danışmaq istəyirəm. Limfa düyünlərində, dalaqda və ekstranodal yerlərdə yerləşimi vardır. Marginal zona limfomalar daha çox şərq ölkələrində yayılmışdır. Qərb ölkələrində nisbətən azdır, 5-15%, amma şərq ölkəmizdən Koreyada 21%, yəni Çində, Yaponiyada, digər ölkələrdə daha çox faizinə rast gəlinir. Burada ən diqqətli olmamız gerəkən şey Helicobacter pylori, Chlamydia psittaci, Campylobacter jejuni və Borrelia burgdorferi. Bu törəcilərdir ki, bunlarda çox diqqətli olmamız lazım. Çünki bunların müalicəsi bəzən bu marginal zona limfomalarında yaxşı effekt verir əslində. Yəni antikanser müalicəsindən əvvəl bu düşünülməlidir. Patogenezdə də rolu var. Ekstranodal marginal zona limfomalarında bildiyimiz kimi ən çox mədədə rast gəlinir. Mədədən sonra ikincidə göz əlavəsi, ağciyər, tüpürcək və bağırsaqlarda rast gəlinə bilər ki, bunların da müalicəsi əslində bənzərdir folikular limfoma ilə, amma dərəcələndirməsi önəmlidir. Mədə, qeyri-mədə və splenik ayırsaq, bu şəkildə ümumiləşdirə bilərik müalicəni cədvəl olaraq. Qısa olaraq mədədən danışmaq istəyirəm. Mədə ekstranodal marginal zona limfomasında Helicobacter pylori birinci yerdə təbii ki durur patogeniz məsələsində, həmçində onun müalicəsində effektivlik baxımından. Burada gördüyümüz kimi əslində Helicobacter pylorinin eridikasiyası yaxşı nəticələr verir. Bu eridikasiyada biz istifadə edirik proton pump inhibitoru və 2 müxtəlif kombinasiyalı antibiotiklər. Burada klaritramitsin, amoxicillin və yaxud da klaritramitsin, metronidazol istifadə edə bilərik ki, bu yaxşı nəticələrə səbəb olur. Mədə ekstranodal marginal zona limfomasında istifadə edə bilərik
daha çox işə yarayır, daha çox düşündüyümüz radyoterapiya, tutulu alan radioterapiyası. Bu çalışmalarda bunu göstərir. Ondan sonra rituximab monoterapiyası var təbii ki. Sonra cərrahi rezeksiya məsələsi. Bu biraz mübahisəlidir. Niyə? Çünki cərrahi rezeksiyadan sonra əlavə yan təsirlər, ikincili ağırlaşmalar bunları nəzərə alaraq xəstələrə yalnız, yəni bir qanaxma varsa, perforasiya varsa və yaxud da ki, obstruksiya varsa, nədə bağırsaqlı bir tıxanıqlıq varsa, ciddi bir narahatçılıq varsa xəstəyə, xəstənin həyati vacib göstərişdə bu rezeksiya məsələsini eləyə bilərik. Bu da müalicədə bir rol oynayır. Müalicəsi digər kemoimmunoterapiya, folikular limfoma kimidir. Qeyri-mədə ekstrandual limfomalarından burada göz əlavəsi, tüpürcək vəzi, qalxara bənzər vəzi, yenə də radioterapiyanın böyük rolu var burada. Qeyri-mədə ekstrandual limfomalarda, cərrahi rezeksiyada əgər biz rezeksiya ediriksə, o toxumanı çıxardırıqsa tam, ondan sonra bir müalicəyə çox da ehtiyac olmur əslində. Bunu buradan qeyd eləmək istirdim. Rituximab monoterapiyası, xlorambusil rituximab kombinasiyası, bendamustin rituximab kombinasiyası, lenaldamid rituximab kombinasiyası, rituximab fludarabin kombinasiyası. Bu onu göstərir ki, əslində kemoterapiyanın o verdiyi toksiklikdən qurtulmaq üçün əslində immun preparatlar daha çox işə yarayır bunlarda. Splenik marjinal zon limfomasında qısa danışlası olsaq, bu bizim qarşımıza daha çox sitopeniya ilə və ya sitopeniyasız, ən çox da splenomeqaliya birinci yerdə durur və süni ili tutulumu da 80% hallarda əslində var. Yəni, bu nə deməkdir? Daha əvvəllər əslində dalağı birbaşa çıxartma məsələsi vardı. İndi dalağı çıxartmamışdan qabaq biz əslində süni iliyi götürüb, süni ilinə baxıb, süni iliyindən diaqnoza gedib və rituximab dövründə, rituximab müalicəsi ilə biz bunu ələ ala bilərik əslində. Qeyd elədiyim kimi, əvvəllər ənənəvi olaraq dalağı çıxardırdıq, indi çox da bu önərilmir. Əlbəttə ki, dalağın çıxarılması hər zaman mümkündür. İlk öncə rituximab monoterapiyasını yoxlamaq lazımdır. Ondan sonra əgər olmazsa rituximab təkrarlanması müalicəsinin və yaxud da splenektomiya, ondan sonra kombinasiyalı kimyoterapiya da ola bilər və kemoimmunoterapiyanın da burada yeri var. Nodal marginal zon limfoması əslində çox digərlərindən müalicəyə görə fərqlənmir, folikular limfoma kimi eyni aparılır. Amma yenə də bununla bağlı təbii ki, çoxlu çalışmalara ehtiyac var. Nəticə olaraq qeyd eləmək istəyirəm ki, əslində bu indolən limfomalar nə qədər biz desək də indoləndir, yavaş inkişaflıdır və s. və amma hal-hazır ki, hədəf terapiyaların hesabına biz əslində bunların hamısını müalicə edə bilərik. Təbii ki, birinci yerdə gözlə və izdəni biz diqqət almalıyıq. Bunu hər bir həkim, hər bir klinisist, hər bir hematoloq mütləq şəkildə ki, eləyirik bunu. Bizə də əslində yaxşıdır, xoşdur ki, xəstə müalicəsiz uzun müddət izlənilsin. Təbii xəstələr və xəstə qohumları israr edir ki, yox, biz mütləq müalicə istəyirik, bizə müalicə verin. Bəziləri təbii ki, amma xəstəyə normal şəkildə başa salmaq lazımdır ki, siz müalicəsiz də uzun müddət izlənə bilərsiniz əslində. Burada çox da bir şey dəyişmir. Və bunu da bir daha qeyd eləmək istəyirəm ki, transformasiya məsələsini hər zaman diqqətə saxlamaq lazımdır. Yəni, transformasiya hər zaman xəstəliyin gedişatında da ola bilər. Şübhələndiksə mütləq biopsiya ilə bunu təsdiq edirik. Təbii ki, PET eləyəndən sonra baxırıq ki, hansını çıxartmaq olar. Son olaraq nəyə qeyd eləmək istəyirəm? Bu cümləni keçən konferansında da qeyd eləmişdim. İndolən limfomalar üçün də bu keçərlidir. Müalicə üçün seçərkən müxtəlif müalicə rəhbərliklərinə, yenilənmiş tədqiqat nəticələrinə və ən əsası da müvafiq mərkəzlərin dərman əlçatımlığına əsaslanmaq lazımdır. Diqqətiniz və səbriniz üçün təşəkkür edirəm.